Bu peşədə hər saniyə bir insan ömrünə bərabərdir. Bəli, söhbət tibb işçilərimizdən gedir. Bugün isə onların peşə bayramıdır. Əməkdaşımız Rəqsanə İbrahimzadə ağ xalatlı qəhrəmanların işi ilə bağlı reportaj hazırlayıb izləyək. Burada hər şey təcili yardım mərkəzinə zəngin daxil olması ilə başlayır. Operatorlar saniyələrlə yarışır və dərhal pasiyentin yeri və ilkin vəziyyəti barəsində məlumatları əldə edilir və yaxınlıqdakı briqadaya siqnal ötürülür və burada hər an, hər dəqiqə həyati əhəmiyyət daşıyır. Biz əsas təcili çağırışlarımızı icra eləyirik. Yəni onlara ictimai yerlərdir, ağır xəstələrdir, uşaqlardır, ürək, infarkt, insult xəstələri aiddir. Təxəssüsalmaz çağırışlarımıza temperaturdur. Bəzən elə çağırışlar olur ki, çağırış verilir, ayağım ağrıyır, qolum ağrıyır, qulağım ağrıyır. Əsas təcili çağırışları icra eləyəndən sonra bu çağırışları icra eləməyə çeşidliyib icra eləməyə çalışırıq. Saniyələri idarə etmək, düzgün qərar vermək isə çox çətin bir məsələdir. Biz yəni hər bir zəngin sonunda kimisə həyatını xilas eləmək, kimisə həyatda qalması demək olar ki, bu peşənin ən böyük mükafatı hesab edilir. Çağırış qəbul ediləndən etibarən onların cəmi 2 dəqiqə vaxtı var və bu müddət ərzində işçilər hər zaman hazır vəziyyətdə olan tibb çantalarını götürərək yola düşürlər. Onlar hər zaman hazır vəziyyətdə gözləyir. Onlar üçün proses artıq avtomatik refleksə çevrilib. Çünki hər saniyə önəmlidir. Tıxaclı Bakı yolları təcili gedişlər zamanı bəzən maneə yaradır. Sürücülərin təcili yardım maşınlarına yol verməsi ilə qazanılan hər saniyə belə bir insanın həyatını xilas edə bilər. Elə anlar olur ki, biz xəstə olanda yol verirlər. Eləsi olur ki, təcili yardıma yol verməyə bacarmır. Onda da bizim çağırış gedişi. Hər bir çağırışda belə maşına qoyub düşürdənə qədər, xəstəxanaya çatana qədər biz həyəcan içində oluruq. Həmişə həyəcan yaşayırıq. Biz nə qədər tez çatırıqsa ünvana, xəstəxanaya demək bir o qədər bizim xəstəmiz daha köməkliyimiz çox dəyərlidir. Bakı şəhəri üzrə 103 çağrı mərkəzinə gün ərzində 5000-ə yaxın zəng daxil olur. Onlardan 2000-dən çoxunu briqadalar çağırış olaraq icra edir. Qalanları ya yanlış nömrə, ya əsassız, ya da təkrar zənglərdir. Daxil olan çağırışların əlaqələndirilməsi də bu baxımdan olduqca vacibdir. Briqada hansı ünvana nə qədər müddətə çata bilər, yaxınlıqda hansı boş qrup var, bütün bunlar hamısı saniyələr içində incə sistemlə hesablanır. Bir insanın həyatına tez, erkən müdaxilə etməyimiz lazımdır ki, o insanın həyatını qurtara bilək. Ona görə tıxaclardır, düzgün ünvanların verilməməsidir, bizə mane olur. Bir çağırış daxil olmuşdu. Biz tıxacların ucbatından, tıxacların sayəsində ünvana gec çatdıq. Bir insanın həyatına müdaxilə edə bilmədik. Biz bir nəfəs alan insanın yox, biz dünyasını dəyişmiş insanla qarşılaşdıq. Ağ xalatlı qəhrəmanların göstərdikləri xidmətlər 44 günlük müharibənin gedişatında da önəmli rol oynayıb. Xüsusilə cəbhəyə yaxın yerləşdirilən hospitallar ən qaynar gərgin nöqtələrdən sayılırdı. Orada hər partlayış səsi yeni yaralı, yeni həyat mübarizəsi deməkdir. Nə yaralı hərbiçilər, nə də həkimlər üçün bir-birlərini tanımaq önəmli idi. Burada əsas tək məqsəd yaşatmaq idi. Bir dəfə birini bizə göndərdilər ki, ağır bir yerdə heç cür yaxınlaşa bilmirdik. Nəyə görə ki, mühasirədə idi o yer. Bir oğlan idi. Bir neçə saat o tək qalmışdı orada. Artıq hamı oradan qaçmışdı, o çıxa bilməmişdi. Nəyə görə çıxamamışdı? Yaralı olmuşdu, arxada olduğundan onu da dartıb çıxarda bilməmişdilər. Bizimkilər biraz irəliyəndən sonra, ermənilər arxaya çəkiləndən sonra biz onu götürə bildik. Siz biləydiniz ki, mən onu götürəndə o necə ağladı, necə qucaqladı bizi. Təcili göstərilməsi lazım olan yardımı gecikdirən səbəblərdən biri isə daxil olan əsassız zənglərdir. Bu cür çağırışlar həqiqətən həyati təhlükəsi olan xəstələrə köməyin gecikməsinə səbəb ola bilir.